Bu günləri izləyicilərimdən mənə qonaq çağırmışdılar. Mənə hədiyyələr verdilər. Oğlanlı qızdı, opş oturmuşduq. Maraqlı keçdi. Böyük bir şey idi. Sabata dəvət ediblər, gedəcəyəm ora. Özdə oğlanlı qızdıdır da, yəni. Aha. Anlatamıyorum. Kimseye derdimi dayanamıyorum. Qozbel sən, azdır təqdir də buradan nə olar? Mən məktəb vaxtından partada belə durmuşam. Gedəcəm həkimə, bu problemi də həll edəcəm. Görün başqa nə tapasam, Mona Lisa. Pərişqa öpürəm səni. Mən o meymun hədiyyəsi var, onun altında qızlar. Talış mənə görə narahat qalıb dostum. Direktə yazıb. Ləman, salamatçılıqdır səndə. Dedim, salamatçılıqdır, narahat olma. Cadu edir. Cadunu atıb edir, aman ondan ayrılsın, alsın məni. Cadu eləsəm halal cərimə eləyərdim də, küs sənin başına. 7-ci ilə keçirəm TikTokdayım, hələ bir dənə maşın təkər ala bilməmişəm. Sənin bu evi yerə soxum. Soxum sənin bu evi yerə. Soxum mən sənin bu evi yerə, yaxşı? Soxum sənin bu evi yerə. Cadu, bunu bilin ki, ev dağıtmaq üçün yaxşı yarayır. Ev düzəltmək üçün yox. Get ərindən ayrıl, indi insansan da qadın xeylaqsan. Yaxınlaş bir dənə mollaya dilən elə ki, ərim ilişib, ayrı gəlsin, qayıtsın öz evinə. Eləyə bilməyəcək. Amma get dilən ki, filan kəsin evini dağıt, sırazı darmadağın, cır-cındır eləyib qoyacaq. Başa düşdün? Canım mənim, belə şeylər boş şeylərdir. Belə şey olsaydı, elə hamı sevdiciyinə gedərdi, elə hamı da xoşbəxt olub evlənərdi. Heç kəsdən ayrılmardı. Ay, boş başla qusum sənin mən. Qusum sənin boş başla. O düşüncəsiz başla mən. Danışırsan, yoxsa boş danışırsan, baby.